Bura isə tanış olun bir ağızın, qardaş siz də bir ağız. Onda siz keçin oraya zəhmət olmasa, o birisi masaya. Burada bir ağız üçün. Siz Əhliman müəllimin xoş gəlmişsiniz. Buyurun orada sizə bir qəşən yer ayarlayacaqlar. Türklər demişkən, adınız nədir? Fədai. Nə? Fədai. Hardan gəlmişsiniz Fədai? Yardımlıdan gəlmişsiniz. Xoş gəlmişsiniz. Bildiniz ki, biz efirdə bu cürə şərait yaradırıq. Çoxdan arzum idi. Belə deyək ki, rejissorumuz da qulağıma deyir, yarımsıq saxlayacaq o zaman ki, yaxşı avazı yaxşı oxuya bilməsə. İndi görək necə? Yardımlının hansı kəndi? Yardımlının Əngöl kəndindən. Kənd cəmaatında salamlığa, efir vasitəsilə. Salam verəm bütün Azərbaycan xalqın və Yardımlı və kəndimi. Kəndinizi salamlayıram. Çox sağ olun. Mən də salamlayıram. Buyurun, nə oxuyacaqsınız? Bir parça muğam. Biraz muğam istəyir, biraz da gözəl bir təsnif. Buyurun, dostlar, xahiş edərdik, müşayiət edin. Xırda olsun muğam. Yarəyə bitirmişəm, neçə gündür nügarımı. Yarəm bitirmişəm, neçə gündür nügarımı. Təzliğinə yetir mənim Allah yarımı. Yok bu gülüm neye yüzle gedim, seni gülşane bektim. Bektim hazal eyleyimle baharımı, duman dağları gözelim, havalar gözelim, gömerim tam gömerim, sana kurban gözelim, duman dağlar gözelim, havalar gözelim, gömerim tam gömerim, sana kurban gömerim. Sağ ol, qardaş. Adın necədir, yenə deyil? Fədai. Fədai gəlmişdi. Hardan? Çox sağ olun, yardımı da. Yardımla. Biraz Qədir müəllim nəsə... Qədir Hüseyin sonlarında. Bilirəm, Qədir müəllimin avazını istəyirsiniz, təkrarlayasınız. Amma yox, oxşayır sən. Oxşuyur səsiniz. Çox sağ olun. Hörmətli tamaşaçılar, yenə deyirəm, biz hər dəfə verişin əvvəlində bu cürə şərait yaradırıq. Bu masa bizdə bir ağız masasıdır. Gələnlər bir ağız oxuyurlar və özlərini göstərirlər. Biz onlara üçün şərait yaradırıq. Hər bir kəs ekran qarşısında olan insanlar, belə deyək, istər rayonlardan baxırlar, istərsə Azərbaycandan kənarda baxırlar, tamaşa edirlər. Sizə də elə fitri istedadı varsa, gözəl avaz varsa, bizim redaksiyamıza müraciət edə bilərsiniz. Biz sizin üçün o şəraiti yaradırıq. Bir ağızla özünüzü tanıtdıra bilərsiniz. Bütün